Bu epizodda Cheap Yol Podcast'ın 7-ci epizodudur. Self-hostingə görə danışacağam. Self-hosting mövzudur ki, mənim qəbləndən əlaqəm də var idi və bəli qəbləndən məsələn mənə çox PC-də gələn bir proses idi. Yəni bir yerdə self-hostingə görə biri pozitoriya girəndə ya biri məsələn bir self-hostingə görə bir mövzu danışanda, deyəndə, oxuyanda deyərdim ki, bu mənim levelimdən üstdə olan, mənim məsələn savad levelimdən üstdə olan bir mövzudur. Ona görə həmişə onu ertələrdim ki, məsələn sonra baxacağam. Sonra self-hosting nə olduğunu biləndən sonra məsələn bunlara dönüb baxacağam. Və yavaş-yavaş self-hostingi öyrəşdim və bu epizodda da öz təcrübəmdən danışacağam. Self-hosting nə mənədir? Mən hansı məsələn servislə self-host eləyirəm ya ayrı məsələn şəxslərlə servislər self-host eləyirlər. Yaxşılıqları mənədir, pislikləri mənədir bu cür mövzulara görə. Sadə dildə self-hosting başqasının serveri yerinə öz serverləri, şəxs məsələn öz serverlərini işlətməyə deyilir. Hala bir daha bu cür misal vura biləm də. Siz məsələn Spotify işlətsiniz, Spotify sizə bir servis verir. O servis nə mənədir? Audio streaming. Siz Spotify vəsl olursunuz və Spotify serverlərindən məsələn bəyəndiyiniz artistə qulaq asırsınız. Bu bir servis ki, Spotify sizə verir. Hala müqabilində ya pul alır ya ad göstərir ta o dərəmədin kəsb eləsin də. Bunu siz eləyə bilərsiniz. Məsələn, özünüz bir daha server qoşarsınız, faylları atarsınız o serverin içinə və öz serverinizə vəsl olursunuz və hala o fayllarınıza qulaq asarsınız. Rahat da olur. Bu işin yaxşılıqları budur ki, data sizindir və siz kontrolü sizdə olur. Bu məxsusən o insanlara mühümdür ki, privacy-yə çox əhəmiyyət verirlər. Yəni xoşlara gəlmir olan datası bir ayrı adamda olsun, ayrı şirkətdə olsun, ya sən bir ayrı dövlətdə olsun. Üçün vaxtı siz datanızı bir ayrı şirkətlə paylaşırsınız, bir ayrı adamla paylaşırsınız. Təbii ki, o data sizin kontrolunuzdan çıxır ya da o şirkət eləyə bilər bir dövlətə versin, o datanı bir özü istədiyi zaman məsələn dəstəkləsin olsun. Buna şeydən misal vura bilirəm, məsələn messaging applərdən. Telegramdan məsələn, Telegram sizin datanızı istədiyi zaman elə bilər görsün. Kimlə danışırsınız, nə mənə danışırsınız, nə mənə yazırsınız, nə mənə paylaşırsınız, hansı qrupda fəalsınız, ID'niz nə mənədir, yəni o accountun ID'si nə mənədir, hansı şumara ilə Telegramdasınız. Bu cür itiratı bilir. Hala eləyə bilər məsələn, istədiyi zaman da dəstəkçisi olsun, ayrı bir dövlətə versin, dövlət məsələn ondan istəsin və bu itiratı alsın. Bəli siz eləyə bilərsiniz. Hala mən bu prezentasiya çox danışmamışam bu mövzuya görə. Bəli siz eləyə bilərsiniz məsələn bir özünüzə bir messaging serveri məsələn qoşarsınız və hala onda Telegramın əmniyyəti çox da olur da end-to-end encrypted olur. Telegram end-to-end encrypted deyil və hər şey ortadadır. Bu cür hala şəraitdə self-host eləsəz, əlbəttə biraz o pislədir də. Hala mən ona görə danışmamışdım. Elə bilərsiniz məsələn data özünüzdə olsun və əslən server sahibi də məsələn özünüzsüz hala. Ya sən ayrı adamın serverini işlədəsiniz. Server sahibi də bilmir siz nə mənə yazırsınız, kiminlə danışırsınız, o cür şərait olur. Ondan sonra server də sizin olur. Bunun əlbəttə bir yaxşılığı, yəni bir xas bir yaxşılığı yoxdur, fəqət biraz məsələn zəhmət çox alır da. Siz ya serveri məsələn update eləyəsiniz, maintain eləyəsiniz, bir bug olsa məsələn rəf eləyəsiniz və kuliyyəti kontrol sizdə olur. Burada mən öz hala təcrübələrimdən danışacağam ki, hansı servisləri, hansı deyərlər serverləri məsələn öz nəzərimdə hala işlədirəm. Təqribən 6-7 servis var ki, mən self-host edirəm feylən və şayət bu getdikcə məsələn çoxala ya azala, ehtimalla çoxala. Əvvəli Homebox-dır. Homebox bir self-hostable bir servisdir ki, təqribən inventory management bəxşində olur da. Yəni fərz edin sizin bir ənbarınız vardı. Onda nə qədər vəsal vardı. Siz bilmirsiniz məsələn orada nə mənə vardı, nə mənə yoxdur, nə tədadda vardı, hardadır, hansı bəxşindədir, hansı komoddadır, hansı tərəfdədir. Siz məsələn Homebox-la eləyə bilərsiniz. Homebox-la self-host eləyəsiniz və orada onun listini saxlayasınız. Məsələn bu məhsuldan, bu tədadda, bu məkanda, bu bəxşidə varımdır. Bu eləyə bilərsiniz. Bunun ticari təbii ki, yəni alternativlər də vardı şirkətlərə. Hala bu da adından müşəxəs olduğunuz kimi bu Homebox-dır. Yəni ev həddindədir. Yəni şəxsi bir, nə bilim bir şəxsi ənbar olur, şəxsi basement olur, o cür bir şey. Müdiriyyət eləməyə dərdə deyil.
Bunu Homebox-da mən təqribən 2 gündür qoşmuşam. Bilmirəm hala işlədəm, işlətməyəm. Vəli xülasə bu cür istəyirəm məsələn servis də var, elə biraz self host eləyəsiniz. Bu hətta də vardı. Yəni bunun self host eləmənin qəşəngliyi budur ki, siz külliyyəti öyrənəndən sonra nə qədər fərqli servis eləyə bilərsiniz, self host eləyəsiniz. Yəni bu həmişə bu cürdən sizin məsələn niyazından bir ayrı şəxsin niyazı, ovlaviyyəti fərqlidir. O istəyir məsələn ayrı bir iş görsün, işi ayrıdır. Siz istəyirsiniz ayrı bir iş görəsiniz, işiniz ayrıdır, təxəssüsünüz ayrıdır. Bəli, self hosting bir hala məharətdir deyə bilərəm, məharət də hesab olur da. Siz öz işinizə görə bir servisi self host eləyirsiniz, o şəxs də məsələn öz işinə görə bir servis və serveri self host eləyir. Ondan sonra Naviduramdır. Naviduram təqribən Spotify-ın alternatividir mənə görə və öz serverinizdə Naviduramı icra eləyirsiniz, self host eləyirsiniz. O fayllar için məsələn bəyənirsiniz, açsınız onu və istədiyiniz zaman o serverə vəsl olursunuz və onlara qulaq asırsınız. Qəşəngliyi bu kontrolü sizdə də dediyim kimi heç kəs məsələn gəlib bir faylı silmir, bu copyright edir, bu bilməm bir o yalandan məsələn bəhanələrdə kontrolü sizdədir, siz izaf edirsiniz, siz həsf edirsiniz istədiyiniz zaman. Bir izafə məsələn checkbird feature-ləri yoxdur ki, məsələn AI-deyə bu artistdən xoşun gəlir, hətta də bu artistdən xoşun gələcək. Özünüz istədiyiniz məsələn artistə qulaq asırsınız və istədiyiniz zamanda qulaq asmısınız. Bu qədər sadə. Ondan sonra VLC-dir. VLC şayad burada yəni VLC bilənlərə təəccüb gəlir ki, məsələn VLC bir media player-dir. Məsələn nə rəbti var self host eləməyə ya bu cür mövzuatlara. Bəli, VLC çox xəfən bir software-dir. Şayad hala mən biraz fonetik ola bilirəm, bəli, şayad məsələn şeydir. Mənim nəzərimdə VLC insaniyyət tarixində bəlkə yazılan faydalı, xəfən softwarelərdən bir dənəsidir. Hətta o xəfən software olmasa da o listədə hətmən vardı VLC. VLC ilə siz elə bilərsiniz video streaming eləyəsiniz. Naviduram audio streaming edir, Homebox deyim də inventory management kimi bir servis edir. VLC ilə elə bilərsiniz video streaming eləyəsiniz. Yəni siz bir video lazım, hala offline videolar ki vardı, sizin video lazım. Serverinizdə saxlayasınız. VLC ilə o serverə vəsl olasınız və pəxş eləyəsiniz. Çox xəfən bir yoldur. Yəni bunun ayrı yolları da vardı da. Yəni məxsusən burada mən deyirəm də sizə təəccüb gəlir. Çünki VLC çox bu cür işlətmirlər. Bu video streaming özünün xas servisləri vardı. Mənim təcrübəmdə mən VLC məsələn çox işlətmişəm, çox rahatəm. VLC də mənim nəzərimdə o bir servislərdən qəşəngdir. Mən qəbləki epizoddakı FMPG-də danışırdım. Biraz VLC-dən danışdım. Ayrı məsələn serverlərdə, servislərdə onlar formatda, hər formatı pəxş eləyən bilir. Ona görə məsələn klientlər gəl serverə deyir ki, mən məsələn MKV formatını pəxş edə bilmərəm, MKV-ni döndər məsələn MP4 elə mən pəxş edeyim. Onda da məsələn serverə çox zor gəlir. Gələ məsələn bir dənə bir məsələn filmi sinema oyunu ya serialı məsələn bir qisməti həm proses eləyə, döndərə bir ayrı formata, həm onu stream eləyə. Bəli, VLC-nin qəşəngliyi budur ki, VLC hər formatı eləyə bilir, pəxş eləsin, ona görə fəqət məsələn serverə deyir həllidir. Videonu verənə mən özüm pəxş elərəm, bu cürsünə sadə dildə istəsəm deyə məsələn VLC video streamingə çox xəfən bir şeydir. Elə bilərsiniz vəsl olasınız serverizə və videolarınızı stream eləyəsiniz. Ondan sonra Anki serverdir. Mən bir dənə serverə işlədirəm. Bu çox xas bir hala serverdir və çox adam da ehtimalən işlətmir. Anki ehtimalən bilməm bilirsiniz yox, bir softwaredir ki, flash kart yəni flash kartla mütaliə eləməyə kömək eləyir. Bir şey mütaliə eləyəsiniz, bir mövzuyu, bir onu sərləyəsiniz, yadınızda qalsın, hifz eləyəsiniz, o cür bir mövzuat. Bunun elə bilərsiniz özün serverindən istifadə edəsiniz. Özün serveri naməhduddur. Yəni sağ olsun developer hər kəsdə məsələn hər ekranda naməhdud yer verir ki, o mətalibini orada saxlasın. Bəli, mənim öz tərcih etdiyim bu idi ki, Ankini self host eləyəm və məsələn özüm işlədəm. O öz serverimi işlədəm. Bu həm sürəti çoxaldırdı. Çünki bu cür fikirləşə bilərsiniz də. Siz məsələn Anki işlədəndə ya hər software işlədəndə itilatınız məsələn serverə yollamaq üçün itilatınız internetdə gedir məsələn.
İran data centerlərindən xaric olur. Bilmirəm, Amerikada ya Avropada bir data centerdə məsələn zəxir olur. Yəni o məsafədə gedir. Bəli, siz self-host eləyəndə nəhayət biz məsələn sizin device-dan çıxır itilat və hala lokal network-la da ola bilər, ya məsələn internetlə də ola bilər. Və o lokal bir yerdə, hala ya server evinizdə, ya məsələn şəhərizdədir, ya məsələn hətta hələ budur ki, öz kəşfərinizdə bir serverdir da. Ona görə çox həm sürəti yaxşı olur, həm dərdisər az olur. Və yenə deyim də o datanın da kontrolü sizdədir. Yəni sizin kontrolunuzdan eşiyə çıxmır. Ondan sonra bir server ki, mən işlədirəm və self-host edirəm Radicale ilə. Radicale tələffüz elə iş verənsəm Radicale olacaq. Ayrı bir cür tələffüz etməyə çatmır. Radicale də Google Contact ilə Google Calendar alternatividir mənə. Yəni siz elə bilərsiniz Google Contact-da əgər işlədirsiniz, ala müxatəblərinizi sync eləyəsiniz. Yəni bir müxatəbi icad eləyəsiniz, sonra məsələn ekranınızda onu sync eləyəsiniz və qalsın. Silinməsin demək olar. Bunu hala yenə deyirəm də, o da itilatsız. Məsələn siz Google ilə paylaşırsınız, Google-in serverlərində qalır, Google ilə paylaşırsınız kalenderinizi və müxatəblərinizi. Bəli, mənim üçün məsələn şəxslərə xoşum gəlir ki, itilat öz kontrolunda olsun və ona görə məsələn Radicale-i xoşum istifadə edirəm. Radicale-i silə bilərsiniz kontakti. Yəni müxatəbləri və kalenderi öz serverinizdə sync eləyəsiniz, qalsın və həm sürəti çox qəşəng olur, həm imkanatı çox qəşəngdir, həm də heç məhdudiyyət yoxdur. Hala mən eləyə biləm bunlar. Məsələn, Radicale ilə Google Contact-ı ya bilməm, Google Calendar-ı müqayisə eləyəm və bu epizodun vaxtı çox alınır. Daha ona görə mən kulliyyətə təcrübəm deyirəm ki, məsələn, Radicale Google Contact-a görə məsələn qəşəngdir, ya Calendar-a görə qəşəngdir. Ondan sonra bir ayrı servis ki, mən self-host eləyirəm. Obsidian'ın Live Sync-idir. Obsidian ehtimalən bilirsiniz nə nədir? Yəni bir dənə note taking app-dir, yəni not alma software-idir və çox xəfən bir nisbətən software-idir. Fəqət bir dənə müşkülü var deyib, bir dənə müşkül də əlbəttə bizə müşküldür. Yəni normal yerlərdə, normal ölkələrdə gəlirlər məsələn subscription-ını alırlar və Obsidian-ı sync eləyirlər. Serverlərinə məsələn vəssalarla sync eləyirlər. İranda sən istəsən bu Obsidian-ın pulu da verəsən və o sync-in alasan, yəni iştirakın subscription-ı alasan, elə bilməsən, yəni müstəqim bir yol yoxdur sən o subscription-ı alasan. Ona görə hala bəzi yollar, ayrı yollarla gəlirlər. Hala İranda da ayrı yerdə də bu işi görürlər, bəli. Hala İranda bir daha da müşkül bu subscription almaqda da müstəqim. Obsidian da məsələn self-host eləyirlər. Yəni itilat əvəzi ki, məsələn gedə Obsidian-ın öz serverlərində zəxir olar. Bəli, siz neçə daha məsələn device-dan vəsl olsun o serverə. O serverdən məsələn itilat gəlsin device-larınıza. Müstəqim sizin öz serverinizdə itilat zəxir olur və istədiyiniz zaman öz serverinizə vəsl olursunuz və hala Obsidian sync olur. Bu live sync elə bilərsiniz GitHub-dan tapasınız. Mən əsas eləyirəm bu developer bir yaşlı bir Japonlu adamdır. Yəni mən o qədər şeydən işlətdiyimdən görmüşəm. Və çox xəfən bir self-host'dır. Yəni Obsidian'ın özü rəsmi bir self-host bir şeydir. Məsələn, Anki serveri rəsmi serveridir. Yəni Anki developerə özləri məsələn bu serveri icazə verirlər, məsələn, qoşasız işlədəsiniz. Bəli, bu Obsidian ki, rəsmi dəyir və nisbətən eşidən bir ayrı adam gəlibdir, məsələn, bunu yazıbdır və elə istifadə edirsiniz. Bəli, çox xəfəndir. Live sync-i də vardır. Yəni siz dərəcə məsələn bir device yazırsınız, o bir device-larda dərəcə sync olur və hamısı update olur da, yəni da niyazlar məsələn nə izafə xəzinə eləyəsiniz, nə itilatınız məsələn notda az gedə Obsidian'ın serverində qalsın, ya ayrı bir serverdə qalsın. Bu da Docker servisləri konteynerdə işlədir deyə bir şey yazmışam. Əlbəttə mən yazmamışam, AI yazıbdır. Yəni bu presentation'ın idəsini mən AI-yə vermişəm. AI bir presentation amadə edibdir. Bu da ehtimalən AI mənzur budur ki, self-hosting'in bir böyük qismində məsələn Docker işlədirlər və Docker'da məsələn konteynerdə işlədir də o servislərə. Bu Docker nə mənədir, konteyner nə mənədir? Bizə nə PC-də olur, mən özüm də məsələn çox bilmirəm nə mənədirlər. İşlətməni başaram. Məsələn bir Docker servisi run eləmək ya bir servisi
Docker'də icra eləmək. Elə bilərsiniz, məsələn, siz də AI-dan soruşarsınız, məsələn, Docker nə mənədir, ya konteyner nə mənədir. Bu servislər üçün rahat yolu budur da. İstəsəm misal vuram, bu cür misal vura biləm. Siz elə bilərsiniz, bir dənə servisi özünüz qoşasınız. Onda onun dependensiləri məsələn vardı. Dependensilər gəlib özü istəsə məsələn sistemdən götürə. Əgər bir dependensi xarab olsa, məsələn, şayad ondan software xarab ola, yəni işləməyə. Hala xarab ola, software çox düz bir istilah deyil. Ondan da software işləməyə də. Və Docker gəlib bunlar konteynerdə icra eləyir. Yəni bir dənə bu zehninizdə saxlayıb bir box'ı da icra eləyir. Hər dependency-ni yazılır, qoyur o box'ın içinə və əgər məsələn sistemimizdə o dependency işdən düşsə, bir bug'ı olsa, bir iradı olsa, o servisi təhت təsir qoymur. Niyə? Çünki o servis dependency-nin öz box'ın içində vardı. Bu cür baxa bilərsiniz. Hala deyəm ki, istəsəz çox oxuyasınız elə internetdə ya AI-dan soruşa bilərsiniz və bu servislər də ki vardı, serverlər də ki vardı. Sizin serverinizdə hərəsi bir ayrı məsələn portu da icra olur da. Yəni əgər serverinizin IP-si vardı, IP ilə məsələn portu da olur. Əgər hala domain vardı, eləyə bilərsiniz. O IP ilə portda bir dənə domain deyirlər ixtisas verəsiniz və o cür işlədəsiniz. Bu hər yerdə olduğu kimi vaxt kontrol sizdədir. Deyim də self-hostingdə kontrol sizdədir. Və hər zamanki kontrol sizdədir, bir yaxşılığı, bir pisliyi vardır. Burada yaxşılığı bu çox kontrol sizdədir. Fayllar, itilat, dataların hamısı sizdədir və sizin kontroldan eşiyə çıxmır. Pisliyi də budur ki, həm backup məsələn həmişə lazımdır tutasınız. Serveriniz məsələn backup eləyəsiniz servisi. Ondan sonra məsələn update və maintain eləmək, yəni o servisi və serveri üstdə saxlamaq sizin öhdənizədir. Burada bir hala xülasə yazmışam da, self-host eləyəndə datanın sahibisiniz və cloud-a möhtac olmusunuz. Ayrı şəxsin bir serverinə, cloud-a möhtac olmusunuz. Burada cloud-dan mənzur o AI dəyər, məsələn cloud, yəni o zəxirə fəzası, o cloud. Burada bəzi ayrı self-host optionlərdən danışacağım ki, ayrı şəxslər self-host eləyən nisbətən də mərufdurlar və ehtimalı mən eləmirəm. Onlardan əvvəli Nextcloud-dur. Nextcloud həmən Google-in bir dənə drive vardı, Google Drive, onun alternatividir. Yəni siz Nextcloud-u self-host edirsiniz, fayllar saxlayırsınız, bilmirəm, yəni cloud ünvanında istifadə edirsiniz, hələ yenə də deyəm də kontrol sizdədir. Ondan sonra Image-dir. Image təbən Google-in fotozlu servisi kimi bir servisdir. Yəni siz self-host edirsiniz və əsl-əzi videolarınızı, hala mən bilirəm videolarda backup eləyir yox, hələ əsl-əzi hədlər alıdır ki, öz serverinizdə backup edirsiniz. Ondan sonra Jellyfindir, movie streamingə görə Navidoom'da ki dedim, audio streaming və music streaming servisidir ki, mən də işləyirəm və çox da xəfəndir. Vault Warden vardı, Password Manager'dir. Bunu ittifaqən buradayım gördüm. Yadıma düşdü. Mən özüm məsələn Password Managerə bir self-host bir servis istifadə eləmirəm və nəzərimdə var idi istifadə edəyəm, o da yaxşı ola bilər. Bilmirəm, Vault Warden mənim dərdimə dəryə yox. Hələ istəsə məsələn passwordlarınızı neçə də device'in arasında paylaşasınız. Bu yaxşı qozinədir. Bu da Home Assistant-dir. Hala bilmirəm. O servis Home Assistant-dir adı ya Smart Home-dur. Xülasə bu da evdə ev assistantı ünvanında elə istifadə edirsiniz. Pi-hole-dir, təbliğatın hala aradan aparması. Bilmirəm, bu da AI mənzur nədir bu cümləni yazmaqdan. Və Pi-hole-la elə edirsiniz təbliğatı. Yəni bir server qoşasınız, o təbliğatı bilmirəm nə cür işləyir sözünüzü. Xülasə təbliğatı aradan aparmağa. Ondan sonra Git-dir. Bu da GitHub-ın alternatividir. Elə bilərsiniz, məsələn, kodlarınızı orada saxlayasınız, ya paylaşasınız. Özünüzün şəxsi bir xülasə GitHub-ınız olsun elə bil. Ondan sonra Fresh RSS-dir, RSS Reader-dir, elə bilərsiniz, self-host edirsiniz. Mən nəzər bunu qəbləndən self-host eləmişdim və işlədirdim və indi yadıma gəlmir, indi işlədirəm ya yox. Bu da təqribən RSS feedlərinizi fərqli device'larda paylaşmağa imkan verir. Yəni onlarla həm sync olsun.
Ondan sonra paperless NGX'dir. NGX ya NGX. Bu da yani document archive servisi verir. Mən işlətməmişəm. Yəni təxminən bilirəm nə model işləyir, bəli işlətməmişəm. Yəni təcrübəm yoxdur. Təcrübəmlə danışıram. Ehtimalən əgər yaxşı işləsə, şayad zehnimdə olur, məsələn, burada self host eləmişlər. Ondan sonra SyncThing'dir. Bu mən şayad dərk yadıma gəlmir, şayad əvvəlin servisi ki self host elədim, SyncThing'dir. Yəni bu fayllara icazə verir ki, siz neçə daha device'ın arasında məsələn bir dənə folderi kompüterinizdən mobilinizdən məsələn sync eləyəsiniz. Çox qüdrətli bir software idi. Onu da mən istifadə edirdim. İndi çox istifadə eləmirəm. Yəni çox dərdimə dəymir, bəli yenə də çox qüdrətlidir. Şayad məsələn istəsəz folderlərinizi fərqli device'lar arasında sync eləyəsiniz. SyncThing gözəl və qüdrətli məsəl optiondur. Ondan sonra WireGuard'dır ki, remote access-ə görə elələrsiz istifadə eləyəsiniz. Uptime Kuma monitoring idi. Bunu mən işlətməmişəm, bilmirəm nədir. Və Minecraft ki, game saver. Onu da məsələn Minecraft'da təcrübəm yoxdur self host eləməyinə görə. Audiobook Shelf idi, audiobook streamingə görə. Bu da bir xas yəni servisdir da. Yəni bəziləri məsələn audiobooklar vardı, bir collectionlər vardı ya məsələn podcastlər vardı. Elə bilərsiniz audiobook Shelf-i self host eləyəsiniz və öz serverinizdə qulaq asasınız audiobooklara ya podcastlərə. Bu epizodun külliyyəti buraya qədər. Yəni səy elədim hala timer həm az olsun, həm də sadə dildə bunu tozlayıb verəm. Self host dediyim kimi mən bir məharət gözündə baxıram. Yəni siz self host'ı nə mən olduğunu biləndən sonra öz heyətənizdə çox dərəcədə edə bilər. Məsələn sizin bir dənə məsələn şirkətiniz vardı ya bir dənə bir yeriniz vardı ki, məsələn o niyazda müdiriyyət eləyəsiniz. Hala işə hər nə mən ola bilər. Məsələn hotel ola bilər, bilməm əmlak ola bilər ya məsələn bir şirkətdə bilməm bir ənbar ola bilər, şirkətin ənbarı ya şirkətin məsələn personelin müdiriyyət eləməyə görə bunu eləyə bilərsiniz. Məsələn indi o normalı budur da. Bir dənə management sistem alırlar və ona məsələn subscription pərdəxt edirlər malı və onunla məsələn müdiriyyət edirlər. Tərəf məsələn görsən şirkətin ənbarından məsələn bir dənə software alıbdır ya məsələn bir tuşanı vardı ya furuşqahı vardı və onu məsələn hesablar arasında bir dənə software alıbdır. O da məsələn itilatın orada varid eləyir və itilat məsələn gedir o şirkətə. Şirkətdə məsələn şirkət bunu saxlayır itilatı ya bəzi oyunlarda çıxır. Vaxt siz self host'ı bildiniz nə nədir? Eləyə bilərsiniz özünüz məsələn öz serverinizi və servisinizi öz kontrolunuzun altında icra eləyəsiniz. Məsələn siz bilmirəm siz məsələn şirkətin müdiriyyət edəsiniz, bir dənə servis self host eləyirsiniz və data sizin kontrolunuzda qalır və şirkətin müdiriyyət edirsiniz. Ya bilmirəm məsələn bir dənə məsələn biznesiniz vardı. Onu müdiriyyət eləmək məsələn özünüz self host eləyirsiniz. Hər servisçi sizə niyazdır. Bilmirəm məsələn şayad hesabdarlıq servisi sizə niyazdır. Nə bilim məsələn hotel management servisi sizə niyazdır. Ya ayrı bir məsələn servislər sizə niyazdır. Onu self host eləyirsiniz və datalar, yəni o biznesin datası sizin kontrolunuzda olur. Heç şirkətlə paylaşmısınız. Şirkət məsələn bir ayrı şirkət ki, məncə bu da o servisi verən şirkətdir ki, əfsə demir, subscription-ı ver, təmin elə, bu məsələn bu paketi alıcıdan, o paketi alıcıdan, bu paketin bu qədər təxfifi vardı, o paketin bu qədər təxfifi vardı. O cür izafə məsələn işlər yoxdur. Özünüz öz servisi self host eləyirsiniz və işlədirsiniz. Bu epizod təqribən bu qədər.